Növbəti yarışımızın nümayəndələri Sadiq və Adəmdir. İndi isə baxaq görək bu iki nümayəndədən növbəti mərhələyə kim keçmiş olur. Aramsız narın yarışı necə adlanır? Aramsız narın yarışla necə olur? Mən layla yarışda mən. Sonra Boyu eyni sıqımət. Yox, elə deyil. Adəm buyur. Üfüqi hərəkətlər hansı geoloji strukturları yaradır? Nasıl olur? Üfüqi hərəkətlər Hansı geoloji strukturları qabarma yaradır? və qırışır, Və ayrılmadır. və qabarır, qırışır və Qabarma, qırışır və dağ sesiyası yaradır. tamam. Eyni zamanda evmələr də formalaşır, amma olsun dedin yenə də. Sadiq buyur. Üfüqi tektonik hərəkət nədir? Üfüqi tektonik hərəkətə nəyi misal gətirərsən, nədir ümumiyyətlə? Necə hərəkətdir, nəyin yəni? Tavalar. Onun nəticə, nə? Tavalar. Düzgündür, nə? Litosfer tavalar. Litosfer tavalары necə hərəkət edirlər? Mən bir-birinə ayrı Və yaxud da bu da üfüqi hərəkət hesab olmuş olur. Yaxşı, dolayısıyla da olsa sualı cavab gətirib çıxarda bildim. Buyurun. Zəlzələlər əsasən harada baş verir? Tektonik ərazilər verir ki, aktiv olan ərazilər. Tektonik. Yəni, litosfer tavalarının Aktiv olduğu ərazilər. Mən tektonik zonaya yaxın olan ərazilər. tamam, yəni litosfer tavalarının sərhəd zonalarından. Buyurun. Hip-Hop filmindən hansı necə gətirmişdi? Mən günəşin yerində qaldı. Adəm buyur. 17-ci əsrin ortalarında coğrafi kəşfiyyatda hansı dəyişikliklər baş verdi? Yeni ərazilər kəşf olunmağa başladı, materiklər daha dərinləşməyə başladı. 17-ci əsr 1600-cü ilə Avstraliya 18-ci əsrdə idi. Livingstone. Qulaq, söhbət 1600-ə qədərdən gedir. 1600-ə qədər olan hissələrdən nələr misal gətirə bilərsən? 1600-ə qədər olan şəkillərdən 17-ci əsr. Sonra hansı materik Ağ ləkələrin kəşf olunması. hansı ağ ləkələrin tamam azalmasını qəbul Cənubi edirlər. Amerika. Və Avstraliya. yox, Avstraliya deyək 18-ci əsr idi. Cənubi Amerikanın yuxarısında dansıdır. Şimali Amerika. Amerika 15-ci əsrdə kəşf olundu. Qəbul olundu. Sadiq buyur. Tüz və tavalar qanunluğu harada daha çoxdur? Müəllim. Tüz və tavalar qanunluğu daha mən elə bir ki mən daha sərt yerlərdə. Xeyr. Yəni quruda 100-200 Quruda daha dəqiq. 100-200 Qurunun hansı hissələrdə litosfer tavalar daha qalın olar? Yüksəklikdə mənim. Yüksəklikdə, yəni dağlarda. Dağlar mən 50-100 olmalı. 50-100 Yox, 100-200. Yox, ümumiyyətlə sual gedir ki, harda daha qalındır? dağlar. Dağlarda, amma köməkli yolunda artıq bu köməkli ikinci dəfə qəbul olunurdu. Ona görə də qəbul edəməz. Yağıntıların miqdarı hansı vahidlə ölçülür? Millimetr. Millimetr. Silikon zamanı havadan nasıl dəyişir? Siklonlar zamanı. Siklon zamanı havadan nasıl dəyişir? Baş verir. Siklonlar zamanı nə baş verir? Siklon necə küləkdir? Gözlə, sual onu da danışmayın. Siklon necə sürəkdir? Mən arasınlarını Yox. sıçın görək. Qətiyyən, yox. Mən deyilsən. Siklon küləklərinə misal gətir görüm. Hansı küləklərə misal gətirəsən? Mən deyilsən. Yox. Onlar yağıntı formalarıdır. Siklonlar tornadolardır, tayfunlardır. Sinek məsələn deyirlər. Yağıntı. Yerin fəal tetanik təbəqəsi hansıdır? Yerin Təsvir təbəqəsi. fəal tektonik hərəkətlər və litosfer tavalarının indi harasında olacaqdır? Yenə eyni. Litosfer tavalarının sərhədlərinin olan əraziləri. Tamam. Sadiq buyur. Coğrafiya filmi hansı əsas bölünür? Fiziki coğrafiya iqtisadi. Doğrudur. Yer qabığının hərəkəti hansı proseslərlə bağlıdır? Litosfer tavalarının hərəkəti ilə bağlıdır. Tamam. Fiziki coğrafiya nəyə öyrənir? Mən təbiəti
təbii proseslər. Yəni təbiətdə baş verən proseslər. Nikolay Kopernikin heliosentrik sistemi coğrafiya elminin üçün nəyi dəyişdirdi? Mən yerin günəşin ətrafında fırlandığı nəzəriyyəsi sübut elədim. Doğrudur. Heliosentrik. Heliosentrik nəzəriyyə yoxdur. Günəş mərkəzdədir, bəli. Yerdə onun ətrafında dövr edir, doğrudur da. Qırılma nədir? Bütün söhbət olan bir-birinə qalxması ilə. Coğrafi bilgilərin artması xəritəçiliyin inkişafına necə təsir etdi? Müsbət təsir etdi. Çünki xəritəçilik elmi daha dəqiqləşdi, yeni əvəzlər kəşf olundu da xəritəyə keçirildi. Düzdür. Davam edirik. Müsbət köşklər nədir? Mövsümlük köşklərdir. 2 il olur. Yay 2 il olur, yay bir də qış. Doğrudur. Yayda hardan harada oldu? Yayda okeandan quruya, qışda da buradan. Aysan, tamam. Tektonik proseslər yer relyefinə necə təsir edir? Necə? Tektonik proseslər yer relyefinə necə təsir edir? Hansı relyeflərin formalaşmasına təsir göstərir? Yəni, Tektonik proseslər zamanı üfüq və şalqın hərəkət baş verir. Bu zamanda yerdə silsilələr falan yaranır. silsilələr. Dağ silsilələr, yaylalar yaranır. Dağ silsilələri yaranır. Tamam, vulkan silsilələri. Tektonik proses olmasa yer səthi necə olardı? Mən hamar və düz olardı. Sonuncu Adəm cavab verir. Tornado nə edir? Tornado ABŞ-da baş verir küləkdir və bırılğan formasında olan fırtına. Fırtına formasında olan bırılğan. Tamam, qəbul. Gəlin, indi baxaq. Sadiqin 7 düzü var. Adəmin, afərin, hər suala tam düz cavab verdi.